Moskva ilk dəfə neçənci ildə Qızıl Ordu dövlətinin hücumuna məruz qalır? Neçənci il idi Emir? 13-cü əsr. 13-cü əsr yox, var, ili var burada. Deyirək, getdi hansı Qızıl Ordanın hansı xanı idi gedib Moskvanı yandırdı? Neçənci ildə yandırır? Toxtamış xan yandırmışdı. Neçənci il? 1388. Bəli, 1382-ci ildə Toxtamış bu ərazini tutur və yandırır. Yaxşı, Qızıl Orduya ən ağır zərbəni kim vurur? Tarixdə kimin adı var? Belə deyək də, Türk Fatihidir. Kim idi o? Qızıl Ordu dövlətinə ən ağır zərbəni vurdu. Toxtamışa vurdu özdə. Toxtamış kimlərlə mübarizə apardı? Teymurilərlə mübarizə. Bəli, Teymurilərlə. Teymurilərin hökmdarı kim idi həmin dövrdə? Teymur. Əmir Teymur da belə deyək. Teymur yox, Əmir Teymur. Neçənci ildə baş verib həmin döyüş? Döyüşün adı nə idi Emir? 1335-ci ildə Terek çayı sahilində. Terek çayı sahilində döyüşdə Qızıl Ordu ən ağır məğlubiyyətini alır. Belə deyək, Qızıl Ordu dövlətinin ən güclü hökmdarlarından biri idi Toxtamış. Sadəcə onun belə deyək ki, hökmdarlığı niyə ziyana uğradı? Səbəb ondaydı ki, Türk Fatihi olan Əmir Teymurla bir dövrdə mübarizə aparırdı və buna görə də artıq, yəni belə deyim, o da böyük sərkərdə ola bilərdi. Belə deyək, daha yaxşı, belə deyək ki, işğallar eləyib tarixdə iz qoya bilərdi. Ancaq Əmir Teymurun kölgəsində qalmağı və onun zərbə almağına gətirib çıxartdı. Yaxşı, Qızıl Ordu, belə deyək ki, Qızıl Ordu Rus knyazlarını ələ keçirtdi, yəni Çar Rusiyasında hökmranlıq edirdi. Çar Rusiyası əsasən Qızıl Ordu xanlarından nəyi almaq üçün yarışırdılar bir-birindən? Bu Rus knyazları hansı vəzifəni tutmaq istəyirdilər, hansı titul almağa çalışırdılar ki, buna görə də mübarizə aparırdılar? Knyazları. Böyük knyaz, böyük knyaz. Bu titulu almaq üçün bəli, bir-birindən mübarizə aparırdılar. Yaxşı, Çar Rusiyasında, yəni Ruslarda ilk olaraq 3-cü İvan neçənci illərdə hakimiyyətdə olub Emir? 1460-dan 1505-ə qədər olmuş. Bəli, 1462-ci ildən 1505-ci ilə qədər olmuşdu. Yaxşı, Əhməd xan ilk dəfə yürüş elədi. Belə deyək ki, Moskva knyazlığına. Neçənci il idi bu? Moskva knyazlığına ilk dəfə neçənci ildə yürüş eləmişdi? Əhməd xanın yürüşü. 1480. Yaxşı, burada artıq Çar Rusiyası, yəni Rus knyazları belə deyək, asılılıqdan qurtulur. Yəni Qızıl Orda xanlarından artıq bütün asılılıqdan qurtulur. Bəs yaxşı, onlar ilk dəfə neçənci ildə bu asılılığa düşmüşdü? Neçənci il idi? Bəli, Rus knyazları, yəni Rusiya ərazisi neçənci ildə ilk dəfə Qızıl Ordu xanlarına asılılığa düşdü? Mən sənə verirəm 100 illik hakimiyyət. İndi özün ipucundan tut görüm neçənci il olur? 1340-cı illərdə. Yox, o dövlətin yaranma prosesidir. 1235-dən Qaraqorun qurultaydı. O ayrı şeydir. Mən sənə dediyim isə, bir dənə diqqət elə. Bax, 1480-də asılıqdan çıxırlar. Deyirəm ki, Qızıl Orda xanlarının da, Rus knyazlarında 100 illik hakimiyyəti var. Neçənci il eləyir onda? 1480-də çıxıb 100 il əvvəldə hakimiyyətinə altına giriblər. Neçənci il eləyir? Denə. 1380-ci ildə, bəli. İlk dəfə onlar artıq öz asılıqlarını qəbul eləmişdi. Yaxşı, 4-cü İvan Grozun hakimiyyət illəri neçənci illəri əhatə eləyir? 1533-cü ildən 1584-cü ilə hakimiyyət tutmuşdu. Bəli, 1533-cü ildən 1584-cü ilə qədər hakimiyyətdə olub. Yaxşı, ilk dəfə Çar titulunu neçənci ildə qəbul elədi? Artıq o Çar Rusiyası məsələsi gəlirik. İlk dəfə neçənci ildə qəbul elədi titulu? 1547-ci il. Bəli, 1547-ci ildə bunu etmişdi. Kulkova döyüşü neçənci ildə baş verib Emir?
1380-ci ildən başlamışdı. Aha, 1380-ci ildə baş vermişdi. Bununla da nə edir? Qızıl Orda xanlarına Rus knyazları tabe olur. Düzdür? Bəs yaxşı onlar neçənci ildə çıxır bu asılılıqdan? 1480-də. Bəli, 1480-də hansı necə adlanır tarixdə bu? Əhməd xanın uğursuzluğu necə tarixə düşüb? Uğra görüşü. Uğra görüşü kimi tarixə düşmüşdü. Bəli, yaxşı. Bəs Qızıl Orda xanı olan Toxtamış neçənci ildə Moskvanı darmadağın elədi, yandırdı? 1382-ci ildə. Bəli, 1382-ci ildə buranı yandırdı. Bəs yaxşı, 4-cü İvan Qroznun həyata keçirdiyi siyasət nədən ibarət idi? O, ölkəsini gücləndirmək üçün hansı addımlar atdı? Mərkəzləşdirilmiş idarəetmə sistemi yaratdı. Bəli, mərkəzləşdirilmiş idarə rüşvətxorluğu aradan qaldırdı. Sonra məmurlara divan tutdu. hə də, yəni məmurları cəzalandırdı ki, rüşvət almasın. Aha, başqa hansı addımlar atdı? Ölkənin öz daxilində özünü gücləndirmək üçün. Bəli, bəli. İngilisləri elə bir şey Moskvadakı şirkətini dayandırdı. Bəli, ingilislərin, yəni xarici kapitalın artıq ölkəyə nüfuzunun qarşısını aldı. Çünki bilirdi ki, xarici kapital vasitəsilə ölkənin daxilinə nüfuz eləyəcəklər. Bundan sonra isə istədikləri kimi daxildə onları idarə etməyə çalışacaqlar. Başqa hansı addımlar atdı? Nələri ləğv elədi ölkə daxilində? Hansı dumanı ləğv elədi, Emir? Yarlıq. Yox, yarlıq, o, bax, bir söz deyim, yarlıq, belə deyək də, Moskva knyazlarının, yəni Rus knyazlarının Qızıl Ordudan aldıqları, belə deyək ki, nüfuz idi, aldıqları bir sərəncam idi. Bununla böyük knyaz titulu üçün mübarizə apardılar. Bu ayrı şeydir. Ancaq mən dediyim məsələ artıq gör nə deyirik? 4-cü İvan Qrozunu hakimiyyət illərini denən 1533-dən 1580-ə qədər hakimiyyət. aha, 1533. Bəs biz nə dedik? 1380-də Kulikova ilə Rus knyazları Qızıl Ordadan asılığa düşür. 1480-də çıxır, artıq çıxıb. Deməli, öz dövlətini gücləndirəcək. Hərbi sahədə neynədir? Ordu quruculuğuna getdi. Sonra boyar müxalifətini neynədir? Ləğv elədi. Yəni onları, belə deyək ki, təzyiq göstərib ləğv eləyir ki, ölkə daxilində öz nüfuzunu bərpa eləsin, öz dövlətini gücləndirsin. Bütün bu siyasətin hamısı nəyə işarə idi? Gələcəkdə daha güclü Çar Rusiyası olsun deyə. Yaxşı, ilk dəfə 4-cü İvan Qrozny nə zaman Çar titulunu qəbul elədi? İlk dəfə. 1547-ci ildə. Bəli, 1547-ci ildə o bu titulu qəbul etmişdi. Yaxşı, eyni ildə Azərbaycanda hansı hadisə baş verib, Emir? 1547-ci ildə hansı hadisəni bilirsən Azərbaycanda baş verən? Nə var idi? Əlqas Mirzə üsyan qaldırmışdı. Bəli, Əlqas Mirzənin qiyamı. Görsən? Get-gedə artıq əlaqələndirməni də bacarırsan. Yaxşı, Sibir xanlığının işğalı neçənci ilə təsadüf eləyir, Emir? 1598-ci. Bəli, 1598-ci ilə təsadüf edir. Romanovlar sülaləsinin hakimiyyəti 1613-cü ildən 1917-ci ilə qədər hakimiyyət olmuşlar. İndi görsən, Emil, oxuyanda, öyrənəndə, adam biləndə necə rahat olur? Ay so. Deməli, həmişə nə etmək lazımdır? Oxumaq və öyrənmək. Əsas işimiz budur. Emil, Augsburg sazişi neçənci ildə olmuşdu? 1505. Aha, eyni ildə dünya tarixində başqa hansı hadisə olub? Amasya sülh müqaviləsi. Bəli, Amasya sülh müqaviləsi olmuşdu. Yaxşı, Vestfaliya sülhü neçənci ildə imzalanıb, Emir? Vestfaliya sülhü. Aha, 30 illik müharibədən söhbət gedir. İpucu verirəm. Ha, bəli. İngilislərlə Ruslar arasında. Yox, Vestfaliya başqa şeydir. Dini hərəkatdır. Neçənci il idi? Ha, Almaniyanın reformasiya daxilində olub. Reformasiya baş verəndən sonra
belə deyək, baş verən dini irtiqa siyasəti idi. Neçənci illər təsadüf edir? 30 illik müharibə neçənci illərdədir? E, 30 illik müharibə neçənci illərdədir? ...1618 22 1618 30 ildə gəl. 1618 30 il gəldi, 18-in üstünə 30 gəl. ha ben 1680 1648 Vestfaliya sülhünün imzalanması tarixidir. Yaxşı, Almaniyada reformasiya neçənci illərdə başladı? Thomas Münster'in kəndli müharibəsi neçənci illəri əhatə edir? ben 1524-1525 yıllarda 1524-1525-ci illəri əhatə edir. Yaxşı, ilk dəfə Almaniyada belə deyək, Martin Luther neçənci ildə çıxış elədi? İlk çıxışı 95 tezis məsələsi. ben kilise kapılarına verçilen asılmasına göre Neçənci il idi, bax o. ben diğer mısın diyelim. Kəndli müharibəsinin başlanmasından 7 il əvvəl. İpucunu belə verim. Ben 1445 yok. O çap. 1945. Yox, çapdır o. Çap, mətbəə çapıdır. 1517-dir. 1517. 1517. Yaxşı, Martin Luther'in çıxışından 101 il sonra hansı hadisə baş verib Emir? Martin Luther'in çıxışından 101 il sonra hansı hadisə baş verib? Yəni 1517-ci ildən 101 il sonra hansı hadisədir? Ben 1947 yıl meselesi var. Yox, onu demirəm. 1517-nin üstünə 101 gəl. 101-in üstünə 17 gəl, 118. 1500-ün üstünə qoyanda onu 1618 hansı hadisədir? 30 illik müharibə. Sənin ən yaralı yerin bu riyaziyyatdır. Yaxşı. Fransada protestantların qırılması neçənci ilə təsadüf edir Emir? Protestantların kırılması. Aha. Protestant qırğınları. O deyir, bəziləri ki, Azərbaycana da məsələn ruslar öz bidətçilərini göndərdi. Həmin şeyi də burada eləyirlər, qırırlar onları. 1572-ci il. 1572-ci il. Keçən dərsi təkrar eləməmsən, ona görə mən də sənə sualları bu şəkildə verirəm ki, dərsi neynirsən? Bir dəfə öyrəndiyin dərsi yenidən təkrar eləmək vacibdir. Çünki bu lazımdır bizlərə. Yaxşı. Kilsənin reformasiyaya qarşı apardığı mübarizədə ilk dəfə mübarizə aparmaq üçün Roma papası nələri yaratmağı önə sürdü ki, bunları yaratmaq vacibdir? Nəyi yaratdı reformasiyaya qarşı mübarizə aparanda? Hansı təşkilatı yaratdı? Xristianlığın peyğəmbəri kimdir? İsa peyğəmbər, yəni İsa cəmiyyəti və bir də ki, papa məhkəmələrini yaratdı. Həmin o məsələ də buradadır da, Parisdə qırğınları 1572-ci ildə qətliamlar törətdilər. Bu da artıq neynədi? Bütün hamısını bir-birinə qarşı qoydu. Çünki həm ölkə daxilində mübarizə aparırdılar. Yaxşı, Habsburg sülaləsi hansı dövlətləri idarə eləmişdi? Hansı dövlətlərdə hakimiyyətdə olub Habsburg sülaləsi? Ben üç dövlət idarə etmiştim. Aha, hansılar idi? Biri Avstriya'ydı. Aha. Müqəddəs Roma imperiyasında. Aha. İspanya'daydı. İspaniyada da idarə etmişdi. Tamam. Yaxşı, Müqəddəs Roma imperiyası ilk dəfə neçənci ildə yarandı Emir? 960'dan
Bəli, 962-ci ildə yaratdı. Neçəyə qədər? 1806-cı ildə. Bəli, 962-dən 1806-ya kimi 1-ci Ottonun Romaya daxil olması ilə bunu neynədi? Yaratdı. Yaxşı. Həm də 1-ci Otto Roma papasının tərəfində idi, yəni onu müdafiə edirdi. Ona görə də Roma papası onun idarə etməsinə heç bir etirazını bildirmədi, yəni razılığını verdi.